Evimden götüren lüt geldi, kaskın geldi. Kaskın gelenden sonra sen burada doğurmuşsun. Ha, burada doğulmuşum. Kapıları Sana dövdüm, ayrıldı da atın gitti evlendim. Ben de kapıları dövdüm, dedim kendine paltar yiyor. Evimin zibilini temizledim. Ben bir şey var, iki şey var, tırmaya dolandım. Ben Neyman Tizler'i okuduydum. Okuttum da 6'ya kadar okuttum. Oradan da ayaklarım şişti, gezip gelemem. Baparım neydim. Abi Cuşen kimdir? Peyaktan dirək koş. Bəsdir, ta. Canlını qoşursan, bagaja qoysan məni. Mən səni bagaja qoymuram. Xəbərləşəm, mən danışırım, səsini yazdırırsan ora. Yox, mən səni Canlıya bagaja gedir qoyuram. də, canlıdasan. Canlıya gedir. Kızda iş var deyir. Sonra da deyir, deyirəm pis. Kim məni qınayır? Mən bircə bunu deyirəm. Mən anamı qınamıram. Kim məni qınayır ki, düz sözün qarşılığında ya. And olalam ki, mən düz danışmışam. Mən bu gün düz danışmışam. Mən də sənə kömək edəcəm. Alcına ad gelmir. Bir-birinizə yaxın olaq. Gözümün qabağında olur. Mən demirəm uzaqçı olcuna. Mən onu arzulamıram. Uzağa da geçsin, yenə mənim için çəkiləcək. Gəl qəsəbədən al, Hissəyə yoxdur. 20-30 dənə, 40 dənə boş evlər. Hissəyə yoxdur. Mən ata bilmirəm axı onu hissə. Mən öz yayımımdayım. Qəsəbə doğrudur boş evlərlə. Ayırdı. Allah'ın dostu. Bizə kəlmə bunu... Mənə elə bir, yəni belə deyim. Bu deyəcək şəhər Qardaş, talış 44. İstə yatmamsan axı qoşun. Baxıram burada istəyən yoxdur. Yaşa günə. Talış 44. İş burada şey yoxdur. Yəni adı onun adı. İstəyən yoxdur. Baxıram burada atılan istəklərə yoxdur heç nə. Talış 44. İndi gəldi. Set gedir, gəlir. Akşam xeyir. Hər vaxt xeyir. Yukarısın ama ne? Sağ olun qardaş. İşteysen sen de. Hal-hazırda işləyirsən deyəndə yəni bir maşın götürmüşdüm arendaya. O da ki proqramı blokladılar, elədilər. Elə ancaq çıxıram gün ərzində manatlıq, 2 manatlıq. O da ki yəni sərf eləmir də. Yəni neçə vaxtda maşının pulu yığılıb qalıb üstümdə. Yəni bilmirəm nə var. Gör ne diyorum, ben özüm de muharebe hissatçıyam. Allah sağ olasın qardaş. Allah sen varmasın. Gör sen kardeşin ne diyorsan, bana direkt yazarsan. Burada reklam eləmirəm. Sen bana direkt yazarsan. Bəli. Baktım ben öyle tamamladım. Ben profile baktım. Gör sen kardeşin ne diyor? Biz elədiyimiz səhvlərin anaların dəxli yoxdur. Səhv eləmişiksə özümüz cəzasını çəkirik. Bir qardaş sana gör nə deyir? Sen durup orada onu danlayırsan, deyirsən ana eləməlidir. Ana heç vaxt heç nə eləməlidir. Ana böyüdür, onu da ata eləməlidir. Mənim də evim yoxdur, mənim də kimsəsizəm qaqa. Sen durup orada canlı açılan ana deyirsən ki, valideyn eləməlidir. Valideyn, gör sənin qardaşın nə deyir? Sən başlayım, gör sənin nə deyirəm. Valideyn heç övladı böyütməlidir. Düzdür qaqa? Orası elədir, bəli. Oğlu böyüdüb, o oğul ananı saxlamalıdır. İndi mənim 31 yaşım var. Sən yaşı bilmirəm. İndi mən gözəl qardaşım nə deyir? Bir dənə diqqətlə qulaq as. İndi mən durum burada qayıdım deyim ki, mən də canlasım, qayıdım deyim ki, mənim atam rəhmət edib, atam mənim üçün heç nə eləməyib, anam mənim üçün heç nə eləməyib. Və mənim öz ağlım. Bilirəm qardaşım, mən 9 yaşımdan işləmişəm. Bizi necə? Qaqa, sən 9 yaşından işləmişsən, mən də 12 yaşımdan işləmişəm. 12 yaşımdan işləmişəm. O nə qədər, valideyn nə qədər pis olar, nə olur olsun, o sənin valideynindir. Təbii ki. Platformada deməli. Mən o mənada demirəm, qardaşım. Mən o mənada demirəm. Sən nə mənada, gör sən qardaşın nə deyir? Sən nə mənada deyirsən? Yaxşı deyirsən, pis deyirsən. Bəziləri var da buradan üzdə iraqlar var, mərdiməzlər var, pis başa düşür. Başa düşdün mənə? Deyirəm. Sən evin için heç kim bilməməlidir. Qonşun bilməməlidir, əmin bilməməlidir, dayın bilməməlidir. Mən demirəm, mən heç kim yoxdur. Anam var, qardaşımın yanında Rusiyadır. Atam var, atam rəhmət edib. Mən özüm tək masalda tək işləyirəm, 10 manat işləyirəm, səhərin axşamacan. 10 manat, and olsun Allah, evim də yox, heç nəyim. Kiraya da qalıram. Gün 3 manata kiraya qalıram masalda. Mən bir dənə sənin qardaşına köməliyim o olar ki, bir dənə iş var başda, mən səninlə danışıram da direkt özüm.
Ya nömrə yazarsan, yenicə düzəldər işləyərsən. Durub burada valideyni qınamaq lazımdır, qaqa. Bu mən Yox. şəxsən Mən qınamıram ey qardaşım. Mən bir sənə nə deyirəm? Mən kirayədən ümumi olaraq çıxmaq istəyirəm. Siz niyə? qaqa, sən kirayədən ümumiyyətlə necə çıxa bilərsən? Ano bir dəqiqə, ano neçə yaşı var qaqa? 61, Sənin neçə yaşın var? 29. 29 yaş sənin var, 61 yaş anan var. İndi belə çıxmasın. İndi anan dursun sən üçün ev tiksin. Yox, ev tiksin yox ey qardaşım. Dövlət bizə verib. Sadəcə olaraq. Mən gedib orada yaşaya bilmirəm. Niyə Ona- gedib yaşayamırsan? Nəyə görə? Qoymur da. Kim qoymur? Anam özü şəxsən deyir ki, sən burada qala bilmirsən. Bax, belə pis mənada başa düşmə. Bu qardaşına söhbət Ona edirsən. aydınlıq gətirirəm ki, Sən yəni qardaşın nə deyir? dövlət verir. Gör sən qardaşın nə deyir? Bax, başa deyirəm sənin. Mən də o vəziyyətdə olmuşam. Sənin vəziyyətində mən olmuşam. Mən durub canını açmışam, amma yenə deyib gülmüşəm. Mənim problemim heç kim bilmir. Sadəcə Mən mənimlə təsir. Ya sən gör sən qardaşın nə deyir? Bir də diqqətlə qulaq. Sənin başa deyirəm. Bir də diqqətlə qardaşa qulaq as. Mən canını açsam hamıya deyib gülləm, heç kim mənim problemimi bilmir. Düzdür? İndi qalxıram, bura əsəbimdən partlayıram, Allahın olsun. Sən müharibə iştirakçısan, düzdür? Çıxıb burada ana danlayır, deyirsən anam belə eləmədi, belə eləmədi. Həm o tərəflə sənin adı ləkədir, müharibədə gedib döyüşübsən analarımıza, bacılarımıza görə, düzdür qardaşım, torpağımıza görə. Bəli. Döyüşdün, çəkdiyin əziyyətlər hara getdi bə? İndirib onu danlayırsan, ana. Qardaşım, Mən mən anlamıram. Mənim Onu hər bitsin, qaqa, onu bitsin. Onu bitsin. Ana eləməlidir. Mənim 31 yaşım var. Anam mənim üçün, anamın 40 neçə yaşı var. Anam dursun mənim ev tiksin. atası Amma deyə yarı bilərəm. boşanan sən idin də, nə? Atam bu güncə Val- böyüdü 3 dənə. Mən harda idim? Mən uşaq idim. Mənim 3 yaşım var idi. Bilmirsən axı mən başım. Ay, Kim asla. kim məni qınayır mənim günüm? Asla. 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 Mən qınamam. Mən Asla. haqqı deyirəm, düzü deyirəm. Asla. Bu günkü gün o evi dövlət verib də Qarabağda atamın qoyduğu yurtdu, torpaqda gəlib düşmüsən mən sənin qardaşların sən niyə yəni durmadı ki? Niyə yəni durmadı? Mən bu günkü gün niyə də çəkməliyəm? Bu günkü gün niyə də çəkməliyəm? Mən düz danışıram. Aslan. Aslan. Çəkəkin əziyyəti. Aslan. Ay aslan. 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 Nəyə görə edirəm ki? Mən özüm də çıxıram buradan. Bəyəkli damağa da başa Aslan. düşdün. Qoy aslan. Bəyəkli damağa da. Nə davasın başa düşdün ki? Görsə sən özündən özünə söz qoşursan. Yedi pis də deyirəm. Bir dəfə zəng gelib qardaşın demir, "Ay bacı, nə yeyirsən, nə içirsən?" Amma gəlirsən hamı küfətlisən, yıxılırsınız mənim üstümə. Mən almış sayılmadım. Ben kardeşim niye benden gelemedim? Aslan. Ay aslan. 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 Bəsdir də. Yüzdə Bir yapacağım. dəqiqə. Gör sən nə deyirəm? Eşitsən məni. Deyirsən ki, qardaşın bir dənə diqqətlə qulaq as. Deyirsən ki, qardaşın sənə niyə demir ki, niyə demir ki, nə yeyirsən, nə içirsən. Qardaşın fikirləşir ki, onun 31 yaşında, 30 yaşında oğlu var. Başa düşdün? 30 yaşa Aslan, gelirsin. vallahi aslan. Nə deyirəm? Evin Sən məni saxlayırsan. Orada sen beni saklıyorsan ki. Oo. Sen beni saklamışsan ben özüm özüme saklayacağım. Hele size Ay de aslan. Geçecek gömeğinde. Arkamda da benim. Ben de başka geçecek yok sen arkamda. Aslan. Buyur, buyur. O valideyn, qaqa, mən sən yenə də qardaşın deyir. Mən sən direkt yazarsan əlimizdən gələn. Amma ki, o sənin valideynin durub bu canlı balı, anoyla, ailə 3 nəfər dolu söhbətçilərlə. Qaqa, hamı görür, Azərbaycan, bütün hər yan görür ki, Mənim deyimim, mən demirəm valideyn mənə pis olub, mən demirəm valideyn mənə baxmayıb, baxıbdır. Mən onlardan heç istəyənmərəm, amma mən sadəcə olaraq deyirəm ki, bir dənə buna, ictimai televiziyadayım da, düzdür. Bugünkü gün bir dənə mən bu məsələmə aydınlıq gətirməliyəm. Nə qədər milyonlarla insan var ki, mal-mülk davası edir, gəlir orada sözü həll edir, gedir. O evin bir otağı mənə düşür. Amma mənim də bildiklərim var da, mənim də bildiklərim var ki, mən danışıram. Mən uşaq deyiləm ki. 18 yaşım yox, 16 yaşım deyiləm. Gel oradan kömeğe olan ayrı kal. Aynı olsa mən oradan ev. Ben yok. Yaxşı, ayın 10-suna qədər mən ev alırdım. Kim? Al, oldu. Demirsən Allah. Ben alırım. Sen gedirken yok erzan verdin. Mən ərzəmi yazıb vermişəm. Ama de kağızda kalıp O heç, mənim ərzəm orada var. Hayır sen dediler ayrıdan yaz. Yazıb verəcəm, onu da yazıb. Sabah onu da Ben verəcəm. yemenle davranayım sen. Sənə də verəm. Aslan. Sən o pulsuz almısan. Aslan, sana bir söz diyeyim, Aslan. Ay Aslan. Sen bekar mısın? Aslan. Ceylan xala bir dəqiqə sakit ol. Aslan, Ceylan xala bir dəqiqə sakit ol, sənə qurban. Sənin bir dəqiqə qardaşın nə deyir?
arvaddan tapmıyorlar, uşaqdan tapmıyorlar, valideyndən tapmıyorlar, başa düşdün? O yanında sağlar. Bu an bütün valideyn düşmən. Mən demirəm, mən ailəm Başa valideynimi tapmamışam. Hadi, mesela Evet abi, danışdım, spam attılar. Atsınlar. vallahi billahi arvaddan da tapmıyorlar.